Yeni ilə əlaqədar aynəsi olaraq müstəqilliyimizin əsas atributlarından olan bayrağımıza ehtiram əlaməti kimi belə bir təklif irəli sürürük. Aynı şirkətlər qrupu milli bayrağımıza sevincimizi nümayiş etdirmək üçün, sevgimizi nümayiş etdirmək üçün hamının üç rəngli bayrağını evinin qarşısında asmağı təklif edir. Əməkdaşlarımızın bu addımı artıq öz nəticəsini verib. Milli qürur mənbəyimiz olan bayrağımıza və Milli Bayraq Gününə hörmət əlaməti olaraq Aynə Şirkətlər Qrupu belə bir təşəbbüslə çıxış edir. Hamı pəncərəsinin qarşısından milli bayrağımızı dalğalandırsın. Təşəbbüsümüz qısa vaxt çərçivəsində artıq öz nəticəsini göstərdi. Aynə Şirkətlər Qrupunun həyətində start verdiyimiz bu aksiyanı yaxınlıqdakı yaşayış binalarından görənlər də bizə qoşuldu. Müşahidə apardığımız zaman artıq bir neçə evin pəncərəsindən bayrağımızın asıldığını gördük. Əslində bu təşəbbüslə hər bir vətəndaşın milli dövlət rəmzimizə olan sevgisini də aşılamaq niyyətindəyik. Çünki başımızın üstündə dalğalanan üç rəngli bayrağımız milli istiqlalımızın simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bayrağımız sadəcə dövlət müəssisələrinin qarşısında və ya tədbirlərdə deyil, hər bir vətəndaşın pəncərəsində dalğalanmalıdır. Biraz önce de Alnes telekanalını izlemişim ve sizin bu layihəyə bağlı, yani bayraqların asılması barədə çox xoşuma gəldi. İki sizi alqışlayıram, sağ olun, var olun ki, belə bir ideya irəli sürmüsünüz. Elbette desteklerim. Yani çünkü bizim Türkiye'de de, Türkiye Cumhuriyeti'nde de bu teşebbüslerde var ve üstün cihetleri çoktu. Milletin o bayrağa hürmeti, ne bileyim sana diyeyim, yaklaşımı güzel olmalıdır. Üç rəngli ay-ulduzlu bayrağımızı təkcə idmançılar deyil, hər birimiz yüksəklərdə dalğalandırmağa çalışmalıyıq.